Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri bir daha Bərdə Maşın Bazarından salamlayırıq. Həm Allah xeyir versin. Çox sağ ol, minnətdaram. Lada Granta. Bəli. İzləyicilər çox deyir təzə maşın çək, bizə göstər, təzə maşın. Bax, bu da sizin üçün təzə maşın. Görürsünüz. 011 də var, 84-ün maşını, 70-nin, neçənin maşını. Bu da ki 2000 neçə? 2020-nin maşınıdır. 2020-nin maşını. Təzə sayılır bu maşın. Hə, 28 min. 28 min də proyektdən də, yürüyüş 28 min. Buyurun, məlumat verin. İzləyicilər bilsin ki, necə maşındır. Məlumat belə deyə bilərəm ki, yəni öz təcrübəmlə. Yəni bu gün çox gözəl ekonomiyası var. Salonu geniş, dözümü gözəl. Altı hündür. Bagajlı genişdir. Çoxdan işlədirsiniz? Yəni məndə bu tayfadan, ancaq bu tayfadan olur. 2015-dən çıxandan. Aha. Yəni təzə variant. Təzə model Ladalardır sizdə olan. Yəni mən bu maşınlardan işlədirəm. Deyirəm, görüm, alandan sonra xərc çəkmisinizmi bu maşına, yoxsa yox? Heç nəyinə. Yəni 28 min gedən maşına əslində xərc çəkilməli deyil. Yox, bu gün nədir? Ancaq servis qulluğu olur. Ancaq servisdə. Bu gün 1 manat da olsun xərci ola bilməz. Mühərrikin gücü nədir bunlardan? 1.6, 106 at gücü, kondisionerlə, ABS, rol gidravlika. Mühərrikdə problem yoxdur ki? Heç bir şeyində, heç nəyində ola bilməz. Korobkası mexanikadır. Bunlarda avtomat olurmu yoxsa? Mexanikadır, Nissan korobkası deyirlər, zadın arxaya. Yəni yaxşı işləyirmi? Hər şey gözəl. Korobkası yaxşı. Ön çəkir də? Ön çəkir. Qranatların səsi küyü yoxdur. Peredok ümumilikdə yaxşıdır. Ola bilməz. Elə bil ki, salondan götürürsən maşını. Peredok ümumilikdə yaxşıdır. Hər şey gözəldir. Maşınımızın təkərlərin dördü də təzədir. Zapas öz təkərlərdim, yoxsa dəyişdirildim? Özünündür. Zavoddan gələn təkərlər, eləsi deyirəm. Yəni ehtiyat təkərinə əl dəyməyib, zapas təkərinə. Altı necədir? Harasa dəyib dağılması planı yoxdur ki? Heç bir iynə də toxunmayıb. Heç nə. Maşınımızda dəyişiklik yoxdur ki detallarında? Heç bir şey. Vuruğu, əziyi, heç nə olmayıb ki? Heç nə olmayıb. Allah eləsindən sonra da heç qəzadan, bəladan uzaq olsun. Elə bütün sürücülərimizə arzum budur. Allah kömək olsun. Maşınımızın kraska da yəqin deyirsiniz ki, heç bir yerində yoxdur. Ləkə yox, zədə yox, eləmi? Sənədi qaydasında hər bir şeyi kim istəsə diaqnostika elətdirə bilər, ustaya baxdıra bilər, qayda yoxlada bilər. Hər şeyə razıyam. Maşınımızın aynaları təmiz, ön aynalar düymə ilə. Eləmi? Ön aynalar düymə ilə, hətta güzgülər də düymə ilə idarə olunur. Hamısı. Şiti təmiz, ləkəsi yoxdur, oturacaqlar parça salondur. Sidenya isidən. Hətta sidenyaları isidən də var. Yəni hər şey var. Kondisioner demədik. Kondisioner də var, gözəl işləyir. Də var. Nə qədər yanacaq yandırır, onu da deyim bizə. Bunlar yəni 8 yandırır. Trasda yox, trasda yəni İpək yolunda 6 litrdən az yandırır. Yanacağı da bu. Pultdakı zavodoskoy olur da bunlarda. Qapıları bağlayır, mərkəzi qapanma ilə. Senter zamok deyirlər, mərkəzi qapanma. Qiymətini deyin bizə. Qiyməti 16 minə deyirəm. 16 minə də deyir əmimiz. 15 min sayan olsa nə deyəcək? Yox, 15 mini ziyan eləyər, elə? Ziyan eləyər. Amma danışsınlar da, endirim eləyəsiniz. Danışsınlar, biraz 16-dan yenərəm də o qədər yox. Sənədləri qaydasındadır mı? Hər bir şey. Qəşəng. Görmək istəyən hara gəlsin? Görmək istəyən Gəncəyə. Maşınımız da Gəncə şəhərindədir. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Siz də sağ olun, minnətdaram. Sağ olasınız. Çox sağ olun. Mən də minnətdaram. Çox sağ olun. Allah xeyir versin. Sağ ol, çox sağ ol. Toyota Corolla, eləmi? Toyota Corolla. Universal modellərindən. Universal model var. Satmaq istəyirsiniz. Buyurun, məlumat verin bilək necə maşındır? 360 dərəcə kameralar hamısı işləyir. Motordakı yanvarda yığdırmışam noldan. Peredokdadır, hamısında bir dənə yanı problem yoxdur. Bir dənə. Təkərlər hamısı təzə vurulubdur. İli nədir maşınınız? İli də 2006-cı ildir. Çoxdan işlədirsiniz? Toyota Corolla. Hardasa bir ildir. Aformut olunub, etibarnamədir. Öz adımdadır. Birbaş adınız olan maşın. Öz adımdadır. Kim də istəsə alandan da 2 xərc çəkirsiniz. Alandan da düzəltmişəm yəni. Alıb düzəltmişəm. Motor yumuşam, peredok, təkərlərini də hamısını
Yəni noldan. 322 min sürülüb maşınınız. 322 mində gedişi var. Hə, motoru deyirsiniz yığdırdınız. Motor noldan yığdırmışam. Yağ yerdim yoxsa niyə? Yo, elə belə xoşum gəlmədi, mənim elə azarımdır ki, o həmə şey özüm allam sonra yığdırdım. Kubun bilmirsiniz, motor neçədir? Neçə motor? 1.4. 1.4. 1.4 hə, dizel. Dizeldir hətta. 1.4 dizel ekonomikli turbo dizeldir. Nə qədər yandırır? Yüzəvallarda 4'lü, 5'li bax belə yandı. Az yandırır. Hə, Kondisioner yandım. var mı? Kondisioner Kondisioner də var, hamısı 360 dərəcədə, monitor üstündə monitoru. Aha. Yaxşı. Korobka mexanikadır. Korobkada Yaxşıdır. mexanika, qəşəng. Korobka da yaxşı. Sürüb bahar eləyər də, bir dənə atması yox, bir şey, gecikməsi yox, bir şey, heç bir şey. Yəni normal, hər bir şey qaydada. Peredok necə? Peredok da hamısı yığmışam noldandır yəni. Qranat dəyişmədiniz? Heç bir şey lazım deyil. Səsi küyü yoxdur. Yox, bir dənə yəni çıxıltı yandı. Quruntava yolda tut, Bakının yəni bir dənə əyin var. Təkərlərdəki yaxşıdır. Təkərlərində 4-ünü təzə qoymuşam. Hər şey. Maşınımızın dəyişiləni var mı? Maşının- Pol nətərdir? Poluna baxmadın? Polu da qəşək gəlsin, çadacaq alandı, yamaya çadıb baxacaq. Bir dənə çürük, mürük, ən heç bir şey yoxdur yəni. Hər Dəyişilən şey- deyirsiz yoxdur. Heç bir şey yox. Dəyişən bircə dənə faranı dəyişmişəm. Hanki faran? Kosmetik kraska yəqin vurulmuş olar. Kraska da lazım deyil vallahi. Heç bir şey Yoxdur yanı- ki heç nə. Hə, yox, heç bir şey yəni krasmetkaya şey yox. Ön aynasında cüzi çıtlaq var, 2 dənə çox azdır, yəni Bilmirəm, bilinmir. nəsə o da çıxılı balaca, boyda boyda şeydir. Ön aynalar düymə ilə qalır. Hamısı knovka ilə. Hə, ön Pultda bunlar da zavodskoy olur. Hamısı, Oturacaqlar. hə. Oturacaqlar da gənə elə əllə nətər lazımdır. Qardaş deyir monitoru da var hətta Zavodskoydur. içərisində. Güzgülər qatlanan, eləyən, açılan Qatlanırlar. Güzgülər hamısı işləyir. Aha. Hamısı. Parça salonda da çuxolludur. Parça salonda. Qəşəng. Qiymət neçədir? 14 minə verərəm. 14 minə deyirsinizmi yoxsa Ala. sonudur? 13 yarıma da verərəm. Hara 13 gəlsinlər baxmaq üçün? Ağcabədiyə gələ bilər. Ağcabəd. Ağcabəddədir Hə, maşınınız. Ağcabəddədir. Nömrəm də indi orada zad eləyək. qeyd Görürlər eləyək. nömrənizi. Uğurlar arzu eləyirəm. Hə, sağ ol. Allah köməyin olsun. Siz də sağ olun. Xoş gəlmisiniz. Qardaş Allah xeyir versin. Sağ ol, çox sağ ol. Toyota Prius. Buyurun, məlumat verin bilək necə maşındır? 2021-də gəlib ölkəyə. Gələndən də bizdə olub. Birbaşa özünüzə gələn maşındır. Bəli, bəli. Texpasport öz adınızdadır. Bəli, 198 mində probeknəndir. Hazırki probekdə 198 min millə. Təkərlərinə kimi də hamısı təptəzədir. Heç 600 kilometr sürməmişim təkərlərinə. Amerikadan gəlib də yəqin ki. Amerika maşını. Dəyişən bir dənə detal var, o da qabaq sol treldə, o da orada dəyişilib. Vin kodu vurursan orada çıxır da. Aha, zədəsi orada olub. Hə, orada olub, orada da dəyişilib. Elə vin kodu vuranda çıxır orada. Bildim, Necə hə. gəlibsə. Bunlarda servislərdə Detallarındakı 80% göstərirlər. demək olar bez kraskadır. Çox yerinə kraska dəymir. alandan sonra siz xərc çəkmisinizmi? Alandan sonra yox, heç nə xərc çəkməmişik. Elə necə almısınız o vəziyyətdə? Necə almışıq o vəziyyətdə. Bir dənə təkərləri dəyişmişik. Batareyalar necədir? Hamısı yaxşı vəziyyətdə. Dəyişiləni yoxdur. Yox, bilinmir. yox. Heç bir problem yoxdur. Kompüterə salanda çıxır da zaten. O kim alsa aparıb ABS-nə baxdıracaq, motoruna, korobkasına, hamısına baxırlar orada. Motorun yağ azaltması varmı? Yox. Texpasportunda motor nömrəsi necədirsə elə özününkidir. Yəni motora nəsə elədinizmi, yoxsa bunlar adətən yağ azaldır? Yox, adətən yağ azaltması o 100-200 qram, 300 qram ola bilərdi. Ondan çox yağ yemə sayılır. Korobkasında vəziyyət necə? İdeal vəziyyətdir. Probekindən bilinir də maşın nə vəziyyətdə. Sürən el adam hiss eləyəcək ki, maşın yorulmuş maşındır, yoxsa jivoy maşındır. Peredokda səs-küy. Pedokda heç bir səs küyü yoxdur. Qranat Pedokudur, dəyişmədiniz lavabo ki. kolonkasıdır, hamısı ideal vəziyyətdədir. Heç nə eləmədiniz ki, yəni? Yox, yox. Təkərlər də deyirsiniz təzə. Bəli, bəli. Altı alçaqdır, altına harasa vurasan filan zədəsi yoxdur altında. Altında heç cızığı belə yoxdur. İnşallah ki, kimsə gəlib almaq istəsə, baxmaq istəsə görəcək də, altından da baxanda bilinəcək. Altı elə üstündən təmizdir. Demək olar ki, çürüyü, pası heç nə yoxdur. Dəyişilənin kraskasında dedik, keçək aynaları yaxşı. Eləmi yoxdur ki, zədə aynalarda. Aynalar yaxşı. Yox, aynasından belə heç nə dəyişilmir. Hamısı özünün. Nə var, nə yox, hamı. Bir dənə dəyişən. Sədə boyda bir zədəsi var, o da heç bilinmir. Hə, buranı deyirsiniz. Orada yəqin nəsə Hə. kraska falan vurub. Elə o gələndə elə gəlibdi o. Oturacaqlar parça salon, cırığı, söküyü yoxdur. Ximçiski olsa qəşəngləşər. Monitor qoyulub əlavə olaraq. Aynaların 4-ü də düymə ilə, düzdürmü? Bəli. Avtopilotuna hamısı İşləyirlər də yəqin düymə. Hamısı. Elektronika sistemində nə var, nə yox, hamısı işləyir. Kondisioneri yaxşı işləyir. Super. Buz kimi. Bunlarda ümumiyyətcə hamısında demək olar ki, kondisioneri buz kimi işləyir.
Hə, maşınımızın da ki qiyməti Allah xeyrinə versin. Sağ ol, Allah sağ ol. satında Allah xeyir. Amin amin. Çox sağ ol qardaşım. Qiymətini de yine. Bir dənə arxa qapıda cızığı var. Batlıqdır, nədir? Onda Sözdaşı. pulundan keçərəm, özləri Başqa aparıb yerində elətdirir. yoxdur ki elə birzədə. Yox, yox. Aha. Qiymətini deyin bizə qardaşım. Qiymətin 12 yarıma deyirəm. Razılaşma yer var da. Bəli, bəli. 12 mi yoxsa 12-dən də düşəcək? Təklif eləyirik ha biz. Gələrlər danışarıq da, real Hansı rayona alıcı gələr. gəlsinlər? Əlaqə saxlayarlar, deyərik də hansı rayona. Hal-hazırda Bərdədəyik. Uğurlar arzu. Başda daha çox baxa bilərlər. Hə, başda daha çox oluram. Başqa yerlərdə olsun. Olsun. Allah bazar versin. Sağ ol. Sağ ol. Burada heç nə. Alt qalxmır, hə? Yox, qalxmır. Ehtiyat təkərim də altdadır. Hə, ört orası. Buranı ört. İlkin qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. Dağlar oğludur İlkin qardaşım, İsmail rayonundan gəlir. Azərbaycan hər yerinə salamlarımı çatdırıram. Mən də salam göndərirəm. İsmailliyə də xüsusi bir salam Allah İlkin canını qardaşımızın sağ sayəsində. Buyurun qardaşım, məlumat verin. 015-ini 2008-in satırsınız. maşınıdır, bəli. Ekranında sıqqıltı mıqqıltı yoxdur. Motor yağ yemir, korobka atma yox. Bir dənə bu maşının qabaq kapot dəyişib. Qalan bu maşında bütün detalları zavoddur, ekranda iş getməyib. Belə. İl Maşın dediniz nədir? 2008. 2008-in Bəli. maşını. Nə qədər vaxtdır sizdən? Maşını 3 gün olar almışam, qonşumdan almışam. Öz qapı qonşumdan almışam. Ha, problemi var idi. Qonşu da dedi, bunu satarsan. Yox, qonşudan Gördü- çörəyini almışam bunu. Hə. Yox, gördü, qonşu gördü ki, yaxşı deyil maşın. Dedi, apar bunu sat, bir Bəli. yaxşısını al gətirim. Bəli. mənə. Lap gözəl. Bilmədim motoru nə vaxt yığdırıb? Motorda Motor vəziyyət necə? açılmır. Zavoddan necə gəlib Bəli, belədir? bəli. Kilometrajı bilinir? Nə qədər sürüldü? Yoxsa baxmamısan heç? Yox, baxmamışam, xeyr baxmamışam. Motorun yağ azaltması necə? Xeyr, az yağ yeməyi yox. Səsi də yaxşıdır. Bəli, bəli. Korobkada vəziyyət necə? Korobka saat kimidir. 2-yə də verəndə qırçıltaq söhbəti yoxdur. Peredokda Peredok da iynə kimidir. səsi küyü Xeyr, yoxdur ki. xeyr. Ekranda deyirsiniz, iş olub, olmuyor. Yox, yox, yox. Zavoddur. Bir dənə bu maşının qabaq kapot dəyişib. Bu maşının başqa dəyişən detal olsa bu maşını pay verərəm. Elə indi də qabaq kapotda görürük nəsə şey, ləkələr, zədələr, Qabaq kraskalanmalıdır. kapot deyirəm ki, üstdən çıxma alıb qoyublar üstünə. Hə, üstdən çıxmadı. Bəli, Mən bəli. dedim yəqin təzədə o da heyl olur. Bəli. Hə, maşınımızın arxa təkərləri hərəsi bir təkər. Təkərin biri yolda buraxdı, dəyişdim. Eləmi? Hə. Bəli, zapaskan. Təkərlər Təkərləri hələ yarı işlətmək olar, eləmi? Yox, təkərin hardasa ikisi dəyişilməlidir. Əyrilliyi var təkərin. Əyrilik var Bəli, təkərlərdə. Altında vəziyyət necə? Altında Çürük çürük, pas. xeyr, xeyr. Zavod tarçovkasıdır, kullolanın altı zavoddur. Aha.
Maşınımızın kraskasıdakı Maşın çox kraskalanmalıdır. yeri, Əvvəl maşın kraska olmayıb deyirsiniz. Yox, maşın çox yeri bes kraskadır, 2-3 dənə detanda rəngi var. Maşında atma rəhlənməlidir. Bax kapot rəhlənməlidir. Beli gün vurub solub, beli rəhlənməlidir. Qoy tam kraskalayaq elə hər yerin cızıq-mızığı getsin. Bəli, Aynalar yaxşı. bəli. Şitin üstündə yoxdur zədə. Xeyr. Oturacaqlardan da sürücü tərəfdə zədə Bəli, bir gördüm. dənə zavod sporlardır altında. Bir dənə şofer tərəfdə süzüntü var. Digərləri salamat. Bəli. Qəşəng ki, aynalar əllə qalxır, Pultlandır. düymə ilə qalxır Bəli. aynalar. Qapılarda pult sistemi. Pultdan bağlanır. Bəli. Qiyməti neçədir? Qiyməti 65 manata deyirəm. 6-5-ə deyirsiniz. Bəli. 6 verən olsa, Tərtəmiz qiymətin 5800 manata verərəm. ay sağ ol. Görmək istəyən hara gəlsin? İsmailiyə. Uğurlar arzu Çox edirəm sağ ol qardaşım. qardaş. Siz Allah də sizi sağ olun. davam eləsin ki, cavabını çəkirsiniz. Minnətdaram, var Çox olasın sağ ol. qardaş. Qardaş, Allah xeyir versin. Çox sağ olun, salam. Nol 99. Bəli. Buyurun, məlumat verin bilək. İli Necə maşın? 2001. 4 2001. Dənə, bəli. Nə vaxtdan sizdə? Maşın 8 aydır bizdədir. Etibarnamə iləndir. Etibarnamə ilə, bəli. Sənədlər qaydasında. Hər şey qaydasındadır, bəli. İndi də satmaq istəyirsiniz. Bəli, indi də satmaq. Alandan sonra xərc etdiniz maşınıza? Alandan sonra 4 dənə təzə təkər aldıq, disk aldıq, xadavoyuna baxdırdıq, xadavoy təmiz yığdırmışıq. Motoru qəşəng vəziyyətdədir, yağı təzə dəyişilibdir. Motoruna Qarabqa- baxdınız, yığdırmadınız ki motoru? Xeyr, motoru qəşəng vəziyyətdədir. Yağ azaltma yoxdur. Heç bir şey yox. Səsi yaxşı. Səsi də superdir. 015 qarovkadır, qəşəngdir, qarovkası da. Atma yoxdur. Atma falan heç nə yoxdur. Ön necədir? Peridoku. Peridokda xadavoydur, bütün xadavoy yaxşıdır. Səsi küyü yoxdur ki. Heç nə yoxdur, yox. Ekrandan xəbəriniz yoxdur. Ekran işlənibdir, səliqəli işlənib belə. Problem yoxdur ki indi. Xeyr, heç nə yoxdur. Kosmetikası da normaldır, qəşəngdir. Təkərlər yaxşıdır, amma fərqli təkərlər deyilmi? Önlər qış təkərinə Önlər oxşayır. ayrıdır, arxalar ayrı, bəli, biraz fərqlidir. Altı necədir polo? Polunda da çürüyü yoxdur, üstünə təzə alt elədir, qəşəng. Heç olmayıbdımı, yoxsa olan çıxıb? Olmayıbdır, yox. Maşınımızın dəyişilənlərini də deyim bizə. Değişən detallar bir dənə sağ qabaq kreldir. Başqa nəyi dəyişdiyini bilmirəm. Çürükmü, yoxsa bilmədim. Sizdən əvvəlmi olub? Bizdən əvvəl olubdur. Bir dənə sağ qabaq krel dəyişdim. Yəqin ki, kraskalanıb bir neçə dəfə. Kraskalanıb. Hazırda kosmetik işi yox. Yüngül bir-iki yerində kosmetik işi var. Gözəlləşdirmək üçün də o da, hə? Bəli. Aynalar yaxşıdır. Hər Yoxdur şey ki, qırığı yaxşıdır. çatı. Yox, yaxşıdır. Şit də zavodskoy şitdir. Zavadskoy eləmi? şitdir, salonda səliqəlidir. Bir-iki yerində cədəsi var. 2001. Deyəsən, eləmi? Karburator. İstəyənlər də var maşınımızı. 2001 karburatordur. 4.8-ə sonu. Maşınımızı istəyənlər də var. Oturacaqlar çuxollanıb. Altı necədir, yaxşıdır? Alt da qəşəngdir, salon da səliqəlidir. Aynalar əllə qalxır. Əllə qalxır. Pultu bəli. yoxdur maşınımızın? Yox, pultu yoxdur. Qiyməti də deyirsiniz. Qiyməti 4800. Deyirsiniz. 4800-ə deyirik. 4300, 4400 təklifi gəlsə. 4400-ə biraz razılaşma, cüz endirim eləmək olar. Hansı rayona gəlsinlər? Şəki rayonu. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Qardaş xeyirli olsun. Çox sağ ol. Mercedes C-Class Bəli, satmaq bəli. istəyirsiniz. Hə. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın ili 96, 2.2 Prastoy dizel, 604 motor. Heç bir problem yoxdur. Kondisioneri buz kimi. Yəni maşına başıma cavabdır. Nə vaxtdan sizdədir? Məndə harca 2 il 7 aydır. Etibarnamə yoxsa form olunub? Yox, yox, öz adımadır. Öz adınız olan maşındır. Hı. Alandan sonra xərcləriniz nə oldu? Nəsə düzəltdirdinizmi? Qalovka almışam bir dənə, təmtəzə əl dəyməmiş qalovka qoymuşam. Qalovka. Hə. Bir də akkumulyator təzə qoymuşam, təkərlər təzədir. Məhərəkisiz yığdırmadınız ki. Xeyr. Deməli 700 minə yaxınlaşıbdı probyekti. Bəli, Göstəricimiz. İndi nə qədər orijinaldır bilmirəm. Vallahi heç bir xərc tələb edib. Yəqin ki, məhərək deyirəm yığılmış olar da. Məndən qabaq olar, mən bir dənə qalovka qoymuşam. Yağ azaltma yoxdur ki. Yox, qətiyyən. Səs yaxşı, Ha, mühərrikdə. çox gözəl, çox gözəl. Qəşəng. Heç bir problem yoxdur. Bir dizel nə qədər yandırır? Vallahi 6,5 7 yandırır. Kondisionerdən biraz artırır yoxsa? Bəli. Buz kimi, kondisioner də işləyir qəşəng.
Diferdə vəziyyət necə? Difer təzə qoymuşam onda. Difer dəyişmir. Bəli, bəli. Hə, problem olur deməli. Ha, difer səs var, təzə qoymuşam. Korobkada yoxdur vurma, gecikmə. Bir dənə ikidə vurma var. O da əgər riski qaza qoyanda bir balaca vurma var. Amma Düzəltmək lazım olarmı, olur, yoxsa lazım olur dəyişmək özüm lazım? düzəltdirib verərəm. Hə, düzəltmək olur. Bəli, bəli, öz əlimizdə deyil. Polun çürüyü, pası, Heç bir şey. pol təmiz. Ha, heç bir problem. Öndə vəziyyət necədir? Peredokda. Periodok təzə yığdırmışam. Səs-küy yoxdur. Xeyr, təzə yığdırmışam periodok. Qəşəng. Təkərlər də normaldır. Bəli, təkərə təzə qoymuşam. Arada bir 2 ay olar. Ancaq işdən evə, evdən işə belə də. Dəyişilənlərini də deyin də bizə. Qapı, krel, kapot. Bir dənə sağ kril təzə dəyişmişəm. Onu da bir dənə- siz eləmisiniz. Bəli, təzə gəlib. Yox idim, yoxsa çürüyü? Yox, vurmuşlar. Bu yaxınlarda vurdular. Bir balaca vurmuşlar, onu da özüm dəyişdim. Aha, cana bir şey olmasın. Ha, bəli, əsas odur ki, Kraskadakı vurdurdunuz kraskanı. bəli, tam hazır. Hazırda yoxdur ki, kraskanı. Xeyr, heç nə. Kosmetik şey Ha, yox. hazır maşındır, heç bir problem yoxdur. Aynalar yaxşıdırmı? Ha, Yoxsa hamısı yoxdur? hamısı işləyir. Xeyr. Şitdə elə biləm yaxşı. Hamısı da işləyir, problemsiz. Oturacaqlar çuxolludur. Bəli. Parça salon, dəri salon. Yox, parçadır, prosta özüm. Parça salon. Çuxol Yaxşı da orijinallar, Ha, bilmədim. super. Qəşəng. Aynalar əllə qalxırmı? Punovka ilə də, hə. Düymə iləndir. Bəli, Dördü də işləyirlər. Bəli. Aha. Da əlavə edək kimi sualı olsa, əlaqə saxlayar da yəqin ki. Hə, nömrəm də Nömrənizi deyə də bilərlər, görürlər də. Qiymətini deyin maşınımızın. 8 yarıma verərəm. 8500-ə, Amma real alıcı olsa razılaşarıq. hələ 8-ə verək. Bütöv 8. Təklifdir. 8. Çox düşdü. Hə, çox. Xərci borcunu ömrük. Alıb satanlar həmişə elədir. Əsas o da əlaqə saxlasınlar, gəlsinlər, Hə, baxsınlar heç maşınımıza. Hansı rayondasınız? Burada Bərdə yaşayıram. Uğurlar arzu edirəm qardaş. Allah köməyiniz olsun, çox sağ olun. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Çox sağ ol. 011 01 013. 013 satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır. Maşın yaxşı maşındır. Əl gəzdirmişəm. Hər bir şey qaydasındadır. Periyodokundan belə təzə yığdırmışam. Yəni normal maşındır. Çoxdan işlədirsiniz. 2 ildir məndədir. Formut etibarnamə. Bu etibarnamə ilə sürürəm. Sənədlər qaydasında. Bəli, hamısı qaydasındadır. Alandan sonra xərc çəkdiniz Bəli, deyirsiniz. çəkmişəm. Motoru nədir? Motor 01 motorudur. Necədir vəziyyət? Yaxşı, yağ yeməsi zadı yoxdur. Yaxşı. Korobkasında vəziyyət. Korobka 4-dür, yaxşıdır, atması zadı yox. Diferin səsi. İFD-də də elə cüzlü səsi var, cüzlü. Daim olurmu yoxsa hansısa sürətdəmi olur? Yox, elə 60-70-də eləyir. Ondan sonra kəsir. Cüzlü səslərdir. Bu təzə maşınlarda gəlir 07-lərdə. Aha. Elə belə Altı gəl- necədir? 6 çiçək kimi. Çürüyü yox, çarığı Dəyişilmiş yox. olur da. İşlənilib də, bəli. Amma bu hal-hazırda bu vəziyyətdə çürüyü yoxdur. İli neçə idi maşınınızın? 84-cü ildir. 84-dür, hə. Peredokda Periodokda təzə yığdırmışam. Hər bir Səs-küy şey yoxdur, yox, ha? yox, yox. Təzə. ön təkərləri normaldır. Təkərlər Arxalar elə biləm normaldır. zəifləyib. Arxalar biraz zəifdir. Amma normaldır. Ha, Arxanın da biri sərtçidir, zəifdir. O birisilər üçün o birisi yaxşıdır. yaxşıdır. Üç təkərin üçü deyir yaxşı. Bəli, bəli. Maşınınızın nəsə qalıbdımı 84-dən? Detallarından. Detallarla ha qalıbdır. Bel bəlkə də Bəli, özününkidir, bel eləmi? özünküdür. Kraskasındakı nə olub bunun kraskası Bunun əvvəli? kraskası sarı olubdur. Sonra çevirib qırmızı, tut qırmızı yazılıb sənəddə. Texpasportda tut qırmızı yazılıbdır. İndi 3 rəngə çalır ən azı. 3-4 rəng Bəli, olur. bəli. İşlənilən şeylər Hə. var da, yerləri var. Ona görə Kraskalansa daha qəşəng olar. kraskalansa daha. Nə bilim indi bəlkə də xərc etməyə dəyməz. Elə belə işlədi bu Belə də tezasiya işlədirəm də. vermək olar. Yola yox, ultizasiya indi gələcəyə baxırdı. İndi işlədirəm, elə kəlimdən tutur. Gedib gəlirəm işimin dalınca. Amma işimin dalınca gedib gəlmək əl verir. Hal-hazırda bu vəziyyətdə heç bir problem Çürüyü yoxdur. olan yeri yoxdur ki. Xeyr. Aynaları da ki, ön aynasında bir dənə Sat var, dağı var. Sat var, hə. O tərəfdə də çatlar var deyəsən. Bəli. Şitdəki dəyişilsə maşın qəşəngləşəcək, heç tərpətməyək. Bəli. Oturacaqlar yaxşıdır. Oturacaqlar yaxşıdır, bəli. Qırığı yox, söküyü yox, cırığı yox. Maşınımızın qiyməti neçə? Maşınımızın qiyməti 2200-ə deyirəm. 1.8 verən olsa nə deyəcəyik? Yox, 1.8 Verməyək, hə? Yox. 2. Bəli. Görmək istəyən hara gəlsin? Tərtərəm. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol. Allah köməyiniz olsun. Siz də sağ olun. Sağ ol. Qardaş, Allah xeyir versin. Sağ olun. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşın əla maşındır, 96-cı ilin maşınıdır. 3700-ə deyirik, yəni aşağı yerdə olar da. Nə vaxtdan sizdədir?
Bir ilə yaxındır məndədir. Etibarnamə yoxsa format olunub? Etibarnamə. Sənədləri qaydasındadırmı? Bəli, hər şey yerindədir. Alandan sonra xərciniz oldu mu? Nəsə düzəltdirdiniz? Real gəzmişəm, için STB elətdirmişəm, çəkmişəm, eləmişəm. Mühərrikinə baxdırmadınız? Baxdırdıq. Nədir motoru 01 motoru idi. 01 mühərrikdir. Yaxşıdır Niva motorunu mühərrik. yığdırdım. İçin Niva yığdırdı. Siz yığdırdınızmı? Yoxsa Bəli. sizdən əvvəl? Yox, mən yığdım, özüm yığdırmışam. İndi mühərrikdə problem yoxdur. Xeyr, Yağ azaltma səs yoxdur. xeyr, süper. Qəşəng. Yağı da təzə dəyişilib, gözəl. Korobkası nədir? Tarafqası 4-dür. Atma, səs. 19 dişli, heç bir səs problemi yoxdur. Təkərlər də təzədir, təkərlər 4-ü də təzədir. Diferin səsi. Diferdə cüzi biraz səs var, onun da ki, yəni o qiymətini oradan çıxacaq. Hansı sürətdədirsə, yoxsa pastayanla daim olurmu? Yox, elə hardasa 3-cü, 2-ci skorslarda çıxardı, zəif çıxardı. Altında çürük pas çoxdur. Xeyr, çürük söhbəti yoxdur. Yəni altından belə Danqırat yerləri salamatmı? salamatdır, bəli. Peredokda səs küy necə? Xeyr, heç. Orada yaxşı. Təkərlər də yaxşıdır elə bilim, hə? Bəli, hamısı tam təzədir. Maşınımızın dəyişənini mi soruşaq, qalanını mı soruşaq detallardan? Qapı, krel, kapot. Detal dəyişməyib, bir dənə bura əzikdir, bir dənə burada böyük problem. Sizdən əvvəldir bəs necə? Bilirsinizmi Yox, yoxsa? özümüzdə olub bu. Yəni düzəltdi. Yox, sizdən əvvəl deyirəm bəlkə qapılar, krellər nəsə dəyişilmiş olar? Yox, onu tam dəqiq bilmirəm. Yəni mənə deyildiyinə görə dəyişilməyib. Sizə heylə deyib satıblar. Bəli. Allah eləsin, elə heylə də olsun. Hə, inşallah. Kosmetik iş bir neçə yerində görürəm. Eləmi yoxsa? O ki, hardasa 3 ay olar kraskalanıb, sonra dəydi burası. Aha, qapı da qatlanmış deyəsən. Hə, külək vurmuşdum. Aynalar yaxşıdır. Super. İşləyir hamısı. Aha, şiddəzə də yoxdur. Telefon Xeyr. tutacaqdı yapışdırılıb ha? Xeyr, yox, telefon tutacağı yox. Burada bir dənə nəsə Bu, görürəm. hə, bu adi belə dəmirdir, yapışdır. Oturacaqlar 07 iləndir. Bəli, oturacaqlar 07-dir. Cırıq, söküntü yoxdur. Xeyr, salamatdır. Pultu, podiumniki, belə şeylər yoxdur. Xeyr. Qiyməti neçədir? Qiyməti 3700-ə deyirik. Aşağı yuxarı olacaq da indi görək. 3300-ə istəyən olsa nə deyək? Görək də danışacaq lazım. Hara gəlsinlər? Ağdam rayonu 4 yolçu qəsəbəsi. Uğurlar arzu edirəm. Sağ olun. Siz də sağ olun.